Hər vaxtınız xeyir əziz şagirdlər və abituriyentlər. Hər birinizi xoş gördük. Bugün sizlərlə bir yerdə Fizika 2025 tim test toplusunda ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Hansı ki, testlərin izahına başlamamışdan öncə onu qeyd edim ki, oktyabr onlayn qruplarımız artıq başlayacaqdır. Əgər ki, bu qruplar haqqında məlumat əldə etmək istəyirsinizsə, ekranda göstərilən səhifəyə yaza bilərsiniz. Ətraflı məlumat əldə edə bilərsiniz. Həmçinin kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Gəlin başlayaq suallarımızın izahına. Birinci sualda deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə uzunluğu 2 metr olan radius vektorunun dönmə bucağının zamandan asılı qrafiki göstərilmişdir. Mərkəzə qaçma təcilinin modulunun zamandan asılı grafikini çəkin. Hansı ki, radius vektoru verildi, yəni R bərabər oldu 2 metrə. Həmçinin qrafikdən biz fi'nin qiymətini 4, gördüyünüz kimi zamanında 2 götürəcəyik. Fi bərabər 4, t də bərabər 2-dir. Bizdən təcilin modulunun zamandan asılı qrafikini çəkməyimizi istəyir. Biz bilirik ki, omega bərabərdir fi bölək t-dir. Fi'nin qiyməti 4, t'nin də qiyməti 2. 4 bölək 2 mənə verəcək 2. Omegamı 2 alandan sonra artıq mərkəzə qaçma təcilini hesablaya bilərəm. Onu da A bərabərdir omega kvadratı R düsturu ilə hesablayacağım. Omegam 2, 2-nin kvadratı vurulsun R'im 2. 2-nin kvadratı 4 vuraq 2 verəcək 8. Və biz də bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə təcilin modulu sabitdir. Ona görə mən qrafikimi çəkəndə, hansı ki, təcilin modulunun zamandan asılı qrafikini çəkəndə 8-dən, yəni aldığım qiymətdən sabit çəkməliyim. İkinci də eynisidir. Hansı ki, gördüyünüz kimi çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağının yenə zamandan asılı qrafik göstərilmişdir. Fini götürək 8-dir. T 4-dür. Həmçinin deyir, bucaq sürətinin zamandan asılı qrafikini çəkin. Əvvəlcə bucaq sürətini hesablayaq. Omega bərabərdir fi bölək t-dən. 8 bölək 4 mənə verəcək 2. Hansı ki, çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti zamandan, həmçinin də dönmə bucağından asılı deyildir. Çünki zaman neçə dəfə artırsa, dönmə bucağı bir o qədər dəfə artır və beləliklə nisbət dəyişmir. Ona görə də biz bucaq sürətinin t-dən asılılığını çəkəndə sabit çəkəcəyik. Özü də 2-dən çəkəcəyik sabit. Çünki omegaya 2 qiymətini aldıq. Üçüncü sualımıza baxaq. O nöqtəsindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsinin bucaq sürəti, xəttli sürəti və mərkəzə qaçma təcili cədvəldə verilmişdir. B nöqtəsi üçün bu kəmiyyətlərin ifadələrini müəyyən edin. Fikir versəniz, A nöqtəsinin radiusu RA bərabər 6-dır. B nöqtəsinin radiusu isə RB bərabərdir 3-dür. Baxaq, A nöqtəsi üçün bucaq sürətimiz omegamız verilib. Həmçinin xəttli sürətimiz V'miz verilib və mərkəzə qaçma təcilimiz verilib. İndi məndən B nöqtəsi üçün bucaq sürətini və xəttli sürəti mərkəzə qaçma təcilimi tapmaq istəyir. Baxın, burada B-dən bir çevrə keçirsək, fikir versəz görərik ki, bu mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Belə olan halda biz qeyd etmişdik ki, böyük T, kiçik N, dövrlərin sayı, həmçinin zaman və bucaq sürəti sabitdir. Yəni burada onda omeganı müqayisə etmək istəsək, gördüyümüz kimi omega sabit olduğundan omega A bərabər olacaq omega B-yə və bu da şərtdə verilib belə omegadır. Onda siz B nöqtəsində bucaq sürətli omega kimi qeyd edəcəksiniz. Bəs xəttli sürət mərkəzə qaçma təcili. Artıq xəttli sürət və mərkəzə qaçma təcilini tapmaq istəyirəmsə, mən radiusdan asılılıq verməliyəm. Bu zaman düsturu verəcəm. Hansı ki, gördüyünüz bu sabit olan kəmiyyətlərdən birinin, yəni T-nin, kiçik N-in, omeganın olan düsturlarını verə bilərsiniz. Mən qeyd etmişdim ki, dərs izahında omega ilə olan düsturu versəz daha yaxşı olar. Onsuz da hamısından eyni alınacaq. Sadəcə omega ilə olan düstur daha qısa şəkildədir. Ona görə deyirəm. Aha, V bərabərdir omega vuraq R-dir. Buradan omega sabitdirsə, V R ilə gördüyümüz kimi düz asıdır. Onda yazacağım ki, VA bölək VB bərabərdir RA bölək RB-yə. VA-mız gördüyümüz kimi şərtdə verilib cədvəldə V-dir. VB-miz yoxdur. RA-mız 6-dır, RB-miz 3-dür. 6 bölək 3 mənə verəcək 2. Buradan VB-ni tapanda olacaq V bölək 2. Onda mən bu cədvələ yazmalıyam V bölək 2. Mərkəzə qaçma təcilində yenə omega ilə olan düsturunu verəcəm. Gəlin baxaq. A bərabərdir omega kvadratı R. Fikir versəz, omega sabitdir. Burada A R ilə yenə düz asıdır. Deməli, onda mən yenə təcili B nöqtəsində alacağım A nöqtəsindən 2 dəfə kiçik. Yəni A bölək 2. Eyni ilə gördüyünüz kimi sürətdə 2 dəfə kiçik almışdıq. A bölək 2-ni də burada yazırıq. Aha, indi keçə bilərik 4-cü suala.
30 dəqiqə ərzində saatın dəqiqə əqrəbinin uc nöqtəsinin getdiyi yol onun yerdəyişməsindən neçə dəfə böyükdür? 30 dəqiqə zamanın verildi. T bərabər oldu 30 dəqiqəyə. Həmçinin saatın dəqiqə əqrəbinin periodunu yazmalıyam. O da 60 dəqiqədir. Fikir versəz, burada zaman periodun yarısıdır. Kiçik T bərabərdir, böyük T bölək 2-dir. İndi deyir ki, onun getdiyi yol yerdəyişməsindən neçə dəfə böyükdür. Kiçik T bərabərdir, böyük T bölək 2 olanda, bu zaman yolu tapanda veriləni vururuq 2 pi r. Yəni 2-də 1-i vuracaqsınız 2 pi r. O da oldu pi r. P-nin qiyməti var 3-dür, 3 r oldu. Yerdəyişməmiz isə biz bilirik ki, periodun yarısında bu zaman 2 r, yəni diametrə bərabərdir. İndi məndən soruşur ki, onun getdiyi yol yerdəyişməsindən neçə dəfə böyükdür? Bölməliyəm onda, l-i böləcəm s-ə, yəni 3r bölək 2r tapmalıyam. Bu da 3-ü 2-yə böləndə alacağıq 1,5. Şərtdə deyir ki, saat əqrəb dəqiqə əqrəbindən 2 dəfə qısadır. Qeyd etdik ki, belə olan halda hansı ki, deməli burada radiuslar verilib. R ilə yazacağıq. 2 dəfə qısa dediyi üçün 2-yə bölməliyəm. Onda r saat bərabərdir. R dəqiqə bölək 2 yazacağım. Həmçinin mən saat əqrəbinin və dəqiqə əqrəbinin periodunu yazmalıyam. T saat bərabərdir, biz bilirik ki, 12 saatdır. T dəqiqəmiz isə 60 dəqiqədir. 60 dəqiqə də 1 saatdır. İndi məndən V dəqiqə bölək V saatı soruşur. V-nin böyük T ilə olan düsturunu verirəm. V bərabərdir 2 pi r bölək T. Fikir versəz, V burada r ilə düz, T ilə tərs asılıdır. Onda yazacağım ki, V dəqiqə bölək V saat bərabərdir. Radiusla düz, onda yazacağım r dəqiqə bölək r saat. Bura periodla tərs asılıdır. T saat bölək T dəqiqəni yazırıq. R dəqiqəmizi gəlin bax buradan tapaq. Fikir versəz, buradan R dəqiqəni tapanda olacaq 2 R saat. Onda yazaq yerinə 2 vuraq R saat bölək R saat. Vurulsun T saatim 12-dir. T dəqiqəm də 1 saatdır. R saatlar getdi. 2 vuraq 12 mənə verəcək 24. 6-da 45 dəqiqə ərzində dəqiqə əqrəbinin uc nöqtəsinin getdiyi yol onun yerdəyişməsindən neçə dəfə böyükdür. Zamanın verildiyi T bərabər oldu 45 dəqiqəyə. Dəqiqə əqrəbinin dövlətin periodunu yazsaq, T dəqiqə bərabərdir 60 dəqiqədir. Burada bilməliyəm ki, zaman periodun neçə hissəsidir? Mən ona uyğun olaraq da yolumu və yerdəyişməmi tapacağam. Bunun üçün kiçik T-ni bölürəm böyük T-yə. 45 bölək 60. Fikir versəz 15-ə ixtisar gedir. Sürətdə 3, məxrəcdə qalır 4. Deməli, burada kiçik T bərabərdir. 4-də 3 vuraq böyük T-də. Zamanımız periodun 4-də 3 hissəsidir. Belə olan halda yolu tapdıqda biz qeyd edirik ki, veriləni vururuq 2 pi-yə. Yəni 4-də 3-ü vururam 2 pi-yə. 4-dən 2 ixtisar gedir. Burada 1, məxrəcdə qalır 2. 3 bölək 2 vurulsun pi-nin qiyməti də 3 r. Deməli, olur 9 r bölək 2. Yerdəyişməmiz isə s də bərabərdir. Biz bilirik ki, r kökdə 2-dir, 4-də 3 olanda. İndi mənə deyir ki, hansı ki, yol yerdəyişmədən neçə dəfə böyükdür. Neçə dəfə böyük olmağını tapmaq üçün əlbəttə ki, elə aldığım qiyməti bölməliyəm s-ə. Elə tapdıq ki, 9r bölək 2-dir. 9r bölək 2 bölünsün, s-imiz r kökdə 2. Fikir versəz burada artıq r-lər ixtisar gedir. Qalır ki, 9 bölək 2 kökdə 2. Deməli, 9 bölək 2 kökdə 2 dəfə yol burada yerdəyişməmizdən böyükdür. 7-yə baxaq. Fırlanan disk üzərində götürülmüş A nöqtəsinin sürəti V-dir. B nöqtəsinin A nöqtəsinə də nisbi sürəti. V-B A-nı soruşur bizdən. Bunun üçün mən A-nın və B-nin istiqamətini müəyyən etməliyəm. Çünki nisbi sürətdə istiqamətlər bizim üçün önəmlidir. Tutaq ki, saat əqrəbi istiqamətində götürək bu diskin hərəkətini. Saat əqrəbinin əksinə də götürsəz, eyni cavab alacaqsınız. Burada heç bir problem yoxdur. Baxın, adam bir çevrə keçirin. Fikir verin, saat əqrəbi istiqamətində gedirsə, bu zaman əlinizi saat əqrəbi istiqamətində aparırsınız və A nöqtəsində əlini saxlayıb toxunanını çəkirsən. Gördüyünüz kimi VA-mız oldu aşağıya doğru. Və VA-mız da verilib V-dir. VA bərabər V. B nöqtəsində də yenə əlini saat əqrəbi istiqamətində aparırsan və əlini B-də saxlayıb toxunanını çəkirsən. Fikir versəz artıq burada VB-miz olacaq yuxarıya doğru. Bunu VB yazaq.
Aha, mən VB-ni də bilməliyəm axı. VB-ni də bilmək üçün fikir versəz, adam bir çevrə keçirəndə gördüyümüz kimi bu mərkəzindən keçən ox ətrafında fırlanan disk oldu. Bu zaman qeyd etdim ki, V-nin omega ilə olan düsturunu verin. V bərabərdir omega r. Buradan görünür ki, V r ilə düz asıdır. Onda yazacağım ki, VA bölək VB bərabərdir RA bölək RB-yə. VA-mız V-dir, VB-miz yoxdur. RA-mız gördüyünüz kimi R bölək 2-dir. Aha, RB-miz isə R-dir. R-lər ixtisar gedir, 2 məxrəcə düşür. Gördüyünüz kimi 2 dəbir qaldı. Buradan VB də bərabər oldu 2V-yə. İndi VB-yə tapdıq 2V. Fikir versəz, artıq burada bu sürətlər əks istiqamətlidir. Əks istiqamətli olanda nisbi sürət tapanda biz qeyd etmişdik ki, toplayırıq. Onda 2V-nin üzərinə V gələcək, olacaq 3V. Deməli, VB-amız bərabər olmuş oldu 3V-yə. Keçək 8-ci sualımıza. Çevrə üzrə bərabər sürətli hərəkətdə uzunluğu 2 metr olan radius vektorunun, deməli, radiusumuz R-miz bərabər oldu 2-yə. Dönmə bucağının zamanda hansılı qrafiki göstərilmişdir. F-miz baxın 8-dir, T-miz də 4-dür. Radius vektorun uc nöqtəsinin xətti sürətinin modulunun zamanda hansılı grafikini çəkin. Deməli, omegamız bərabərdir F bölək T-dir. Bu da eləyəcək 8 bölək 4 bərabər 2. İndi mən xətti sürətin qiymətini tapmalıyam. Bilirəm ki, V bərabərdir omega r-dir. Omegam 2, radiusum da 2. 2 vuraq 2 mənə verəcək 4. Və mən bilirəm ki, çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürətin modulu sabitdir. Belə olan halda onda qrafikimi çəkəndə, baxın, bu 4-dən sabit çəkəcəm. Aha, 9-da maddi nöqtə 3 metr bölək saniyə sürətlə çevrə üzrə bərabər sürətlə hərəkət edir. Periodun 4/1-nə bərabər müddətdə onun yer dəyişməsinə görə orta sürətini hesablayın. Periodun 4/1-nə bərabər olanda bu zaman bizim yer dəyişməmiz S bərabərdir R kökdə 2 olur. Mən orta sürət tapmaq istəyirəmsə V orta bərabərdir S bölək T-dən R kökdə 2-ni böləcəm kiçik T-yə. Həmçinin dedik ki, periodun 4/1-nə bərabər olanda, yəni kiçik T bərabər 4/1 vuraq böyük T-dir. Onda kiçik T-nin yerinə 4/1 böyük T yazacağım. R kökdə 2 bölək 4/1 T. 4 yuxarı çıxır, onda 4R kökdə 2 bölünsün T qalacaq. İndi fikir versəz, mən buradan R bölək T nisbətini tapsam, gətirib yerinə qoyub onda orta sürəti tapa bilərəm. Baxaq indi. Fikir verin, V-nin qiyməti də verilir 3 metr bölək saniyədir. Belə olan halda nə edəcəyik? Biz bilirik ki, V bərabərdir 2 pi R bölək T-dir. Baxın, buradan R bölək T nisbətini tapacağım, gətirəcəm, burada yerinə qoyacağım. V-nin qiyməti 3 bərabərdir 2 vurulsun 3. Həmçinin R bölək T-mi də yazıram. 3-lər hər tərəfdən ixtisar gedir. Buradan gördüyümüz kimi R bölək T bərabər olur 1 bölək 2-yə. O da 0,5-dir. Gətirək, indi bax, burada yerinə yazaq. Olacaq 4 vurulsun 0,5. Kökdə 2-miz də fikir versəz şərtdə 1,4 verilib. 4 vuraq 0,5 vuraq 1,4 yazacağım. 4 vurulsun 0,5 mənə verir 2. 2 vuraq 1,4 o da olacaq 2,8. Deməli, burada cavabımız oldu 2,8. Aha. 10-cu suala baxaq. O nöqtəsindən keçən ox ətrafında bərabər sürətlə fırlanan diskin üzərindəki A və B nöqtələri arasındakı məsafə 20 sm-dir. A və B nöqtələri arasındakı məsafə bax buradır. İndi fikir versəz, baxın, göstərəcəyim bura B nöqtəsinin radiusudur, RB-dir. Və gəlin bax, bunu qırmızı ilə göstərək RB-mizi. Bura olsun RB. Amma ki, A nöqtəsinin radiusu isə fikir versəz, bax bu hissədə, buradan, odan, gördüyünüz kimi, bax bura. Aha, indi mən əlbəttə ki, A nöqtəsinin radiusundan B nöqtəsinin radiusunu çıxsam, gördüyünüz kimi, bax bu AB olan hissəsi qalacaq. Deməli, onda mən yazaram ki, AB bərabərdir R açıq RB-yə. Deyir ki, A və B nöqtələri arasındakı məsafə 20 sm. Deməli, R açıq RB bərabər oldu 20 sm-ə. Santimetrdən metrə keçəndə olacaq 0,2 metr. Onların xətti sürətlərinin fərqi. Yəni, V açıq VB bərabərdir 0,8-dir. Diskin bucaq sürətini, yəni omeganı bizdən soruşur. Biz bilirik ki, V bərabərdir omega R-dir. V-amız bərabər olacaq onda omega vuraq R-aya. VB-miz isə bərabər olacaq omega vuraq RB-yə. Nəyə görə ikisinin də omegasını bərabər götürdüm? Çünki baxın, fikir versəz, burada B-dən bir çevrə keçirsək, mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Belə olan halda onda demişdik ki, omegalar sabitdir. İndi gətirib yerinə yazarıq. Bax, bu V açıq VB-də yerinə yazaq bunu. Bu hissəni silirəm, hələlik. Aha. VA-nın əvəzinə yazırıq omega vuraq RA.
çıxaq. VB-nin əvəzinə yazıram. Omega vuraq RB. Bu da bərabər oldu 0,8-ə. Omeganı ortaq çıxardanda R açıq RB bərabər oldu 0,8-ə. R açıq RB 0,2-dir. Onda omega da bərabər olacaq 0,8 bölək 0,2. Bu da verəcək mənə 4. Deməli, diskin bucaq sürətini tapdıq 4. 11-ci sualda iki disk bir-biri ilə qayışla əlaqələndirilib. Disklər üzərindəki K nöqtəsinin mərkəzə qaçma təcili 2 metr bölək saniyə kvadratı olarsa. Deməli, bax, AK verildi. 2-dir. Həmçinin K nöqtəsinin radiusu da var. RK bərabərdir 2R-dir. Məndən L və M nöqtələrinin mərkəzə qaçma təcillərini istəyir. Deməli, AL və AM-i soruşur. Gəlin bir-bir baxaq. Əvvəlcə gəlin, gördüyünüz kimi K nöqtəsinin aid olduğu çevrə ilə L nöqtəsinin aid olduğu çevrə bir-birlə qayışla əlaqələndirir. Deməli, burada xətti sürət sabitdir. Onda A-nın V olan düsturunu verə bilərəm. A bərabərdir. V kvadratı bölək R. V sabitdirsə, burada A R ilə tərs asıdır. Yazacağım ki, AK bölək AL bərabərdir RL bölək RK-ya. AK'm 2, AL'im yoxdur. RL'im, baxın, fikir versəniz, R-ə bərabərdir və bu hissə. Aha, RK'msa dedik ki, 2R-dir. Yerinə yazaq. R-lər ixtisar getdi. Buradan gördüyümüz kimi AL bərabər oldu 4-ə. AL-i tapandan sonra, bax, bu hissəni silirəm. Yazaq AL bərabər 4. Burada. AL bərabər 4. İndi AM-i tapa bilərəm. Necə? Bunda da fikir versəz artıq. L nöqtəsinin aid olduğu bax bu çevrə ilə M nöqtəsinin aid olduğu çevrə mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Belə olan halda qeyd etdik ki, A-nın omega ilə olan düsturunu veririk. A bərabər omega kvadratı R. Fikir versəz burada omega sabit olanda A R ilə düz asıdır. Onda yazacağım ki, AL bölək AM bərabərdir RL bölək RM-ə. AL-im 4, AM-im yoxdur. RL-imiz qeyd etdik ki, R-dir. RM-imiz isə fikir verin, bax, bu məsafə 3R-dir. Aha, yazdıq onda 3R. R-lər ixtisar getdi, qaldı 3-də 1. Çarpaz vuranda onda AM bərabər olacaq 4 vuraq 3, o da oldu 12. Deməli, AL-ə tapdıq 4, AM-ə tapdıq 12. 12-ci sualda iki disk bir-birlə qayışla əlaqələndirilib. Disklər üzərindəki K nöqtəsinin xətti sürəti 2 metr bölək saniyədir. VK-mız verildi 2-dir. Məndən digər nöqtələrin, yəni L və M nöqtələrinin xətti sürətlərini istəyir. VL bərabər suala, həmçinin VM bərabər suala. Fikir versəz, K nöqtəsinin aid olduğu çevrə ilə L nöqtəsinin aid olduğu çevrə bir-biri ilə qayışla əlaqələndirilib. Qayışla əlaqələndirmədə sürət sabitdir. Deməli, onda VK VL-ə bərabərdir. Aha, VK bərabərdir VL-ə. Onda elə VL-im də oldu 2. VM-i tapmaq üçün də artıq burada L və M nöqtələrinə fikir verməliyəm. L nöqtəsinin aid olduğu çevrə ilə M nöqtəsinin aid olduğu çevrə mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Burada artıq V-nin omega ilə olan düsturunu verirəm. V bərabərdir omega R. Hansı ki, biz bu halda qeyd etdik ki, yəni mərkəzindən keçən ox ətrafında fırlanan disklərdə omega sabitdir. Onda VR ilə düz asılı olur. Yazacağım ki, VL bölək VM bərabərdir RL bölək RM-ə. RL-imiz var R-dir. RM-imiz var 3R. R-lər ixtisar getdi, qaldı 3-də 1. Aha, indi VL-im dedik ki, 2 tapdıq. VM-im yoxdur. Bu bərabərdir 3-də 1-imizi yazaq. Buradan VM-i tapanda 3 vuraq 2, o da olacaq 6. Beləliklə, əziz abituriyentlər, sizlər üçün bu bölmənin tam izahını vermiş oldum. Ümid edirəm ki, sualların izahı sizlər üçün aydın oldu. Əgər bu videodan yararlandınızsa da kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Həmçinin digər bölmələrin də izahı gələcək sizlər üçün. İzləmədə qalın, özünüzə yaxşı baxın, sağ olun.